Yadımızda saxlamalıyıq ki, hər ifin elsi sətrin başından eyni məsafədə yerləşir. Yəni, bu nümunədə gördüyünüz bu iflər öz aşağısında yerləşən els 1 hesab olunur. Digər iflərin isə öz aşağısında yerləşən elslər 1 hesab olunur. Gəlin indi nümunəmizə nəzər salaq. Nümunədə if şərti daxilində n-in 2-yə bölünməsindən alınan qalığın 0-a bərabər olub olmadığını yoxlayır. Yəni, n-in cüt ədəd olduğu halda ifin daxilindəki kodlar icra olunacaq. Əks halda elsin daxilindəki kodlar icra olunacaq. Nümunədə görünür ki, ifin daxilində başqa bir şərt də yoxlanılır. Yəni, iç-içə if sintaksindən burada istifadə olunur. Kodumuzu yazaq. Biz bilirik ki, ifin qarşısında bir neçə şərti eyni anda yoxlamaq mümkündür. Bunun üçün AND və yaxud da OR operatorlarından istifadə edirik. Nümunədə də gördüyümüz kimi, AND operatoru vasitəsilə 2 dənə şərt, yəni n-in müsbət halını və 3-ə bölünməsi halını yoxlayır. Əgər bu iki şərtin hər ikisi doğru olarsa, o zaman print no çap olunur. Əks halda yes çap olunacaq. Eyni şərt elsin daxilində də yoxlanılır. Elsin daxilində yoxladığımız şərtdə isə n-in müsbət və 3-ə bölündüyü halı yes olaraq çapa verir. Əks halı isə no olaraq çapa verir. Kodun ümumi işləmə prinsipini başa düşdükdən sonra testimizə baxa bilərik. N-imiz 7 olarsa, ilk olaraq ifin qarşısındakı bu şərt yoxlanılır. 7-nin 2-yə bölünməsindən alınan qallıq 0 olmadığı üçün ifin daxilindəki heç bir kod icra olunmur. Avtomatik elsin daxilindəki kodlara nəzər salırıq. Elsin daxilində də ikinci bir yoxlama olduğu üçün bu ifin də şərtini yoxlamaq lazım gəlir. 7 0-dan böyükdür, bəli, və 7-nin 3-ə bölünməsindən alınan qallıq 0-dır, xeyr. Bu şərtimiz də səhv olduğuna görə avtomatik bu ifin də daxilindəki kodlar icra olunmayacaq. Deməli, nəticə olaraq no yazısı ekranda çap olunacaq.